Bizə ən çox verilən suallar, gizli qalan cavablar, part 2. Anti-age krem makiyaj altında istifadə oluna bilər? Bəli, makiyaj altı baza olaraq istifadə edə bilərsiniz. Dəriyə düzgün qulluq makiyajın daha yaxşı görünməsinə kömək edir. Dəri kifayət qədər nəmləndikdə tonal krem daha bərabər yayılır. Yəni yaxşı dəri daha yaxşı makiyaj deməkdir. Anti-age krem yayda istifadə olunmalıdırmı? Bəli, hətta yayda istifadə daha vacibdir. Çünki günəş şüaları dərinin ən böyük gizli düşmənidir. Günəşin zərərli şüaları nəticəsində kollagen daha sürətli parçalanır, dəri elastikliyini itirir, ləkələr və ton fərqləri artır, qırışlar daha tez dərinləşir. Yəni bir çox insan qocalmanı yaşla əlaqələndirsə də, əslində bu prosesin böyük bir hissəsi günəşin təsiri ilə sürətlənir. Yəni anti-age qulluq mövsümlük deyil. Yayda dayandırılan qulluq payızda daha çox problem kimi geri qayıdır. Anti-age krem neçə yaşdan istifadə olunmalıdır? Bu sual da bizə çox gələn suallardan biridir. Ümumi olaraq 25 yaşdan sonra başlamaq tövsiyə olunur. Çünki bu dövrdən dəridə kollagen istehsalı tədricən azalır və ilk yaşlanma əlamətləri görünməyə başlayır. Amma ən vacib məqam budur. Yaş sadəcə bir rəqəmdir. Əsas olan dərinin vəziyyətidir. 20 yaşlarda əsas fokus qoruma və nəmləndirmə. 25-30 arası profilaktik anti-age qulluq. 30-dan yuxarı daha aktiv və dəstəkləyici qulluq. Nəticədə anti-age krem gec başlayanda yox, düzgün vaxtda başlayanda daha effektiv olur. Daha faydalı məlumatlar üçün səhifəmizi izləməyi və bu postu dostlarınıza göndərməyi unutmayın.